Elhamdülillah, vahdehu və salatu və selamu alə mən la nəbiyyə bə'də. Deməli, 40 hədis kitabından inşallah 16-cı, ola bilsin 17-18-i də götürdük. 16-cı hədisə baxaq. Əbu Hureyrədən rəvayət olunur ki, Ənə rəculən qalə li-nəbi sallallahu əleyhi və səlləm əvsini. Bir kişi Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, mənə tövsiyə et. Qalə lə tağdab. Və cavab olaraq Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, qəzəblənmə. Və raddə mirarən. O kişi sualı bir neçə dəfə təkrarladı və Peyğəmbər sallallahu əleyhi və səlləm də o suala cavab olaraq lə tağdab, təkrar olaraq lə tağdab, qəzəblənmə dedi. Deməli, hədisdən çıxan bəzi faydalardan sahabələrin özlərinə fayda verəcək işlərə səy göstərməsi, həmçinin insanların halına görə cavab vermək, yəni qarşı tərəfə baxırsan ki, qəzəbli adamda deyirsən, qəzəblənmə və yaxud simic adamdırsa deyirsən, sədəqə ver, kinli adamdırsa deyirsən, salamı yay. Ona görə yəni Peyğəmbərimiz sallallahu aleyhi və səlləm cavabları müxtəlif verərdi, qarşı tərəfin halını nəzərə alardı. Həmçinin İslam dininin pis əxlaqa aparacaq əməllərdən çəkindirməsi. Çünki qəzəb ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur ki, qəzəb şeytanın insan qəlbinə atdığı bir kömürdür. Ona görə alimlər deyir ki, yəni baxırıq ki, qəlb alovlanır, qəzəbli şəxsdə, üzü qızarır, damarları gərilir. Bəzən tükləri biz olur. Və bunun da var sözlə əlacı, var əməllə əlacı var. Sözlə əlacı hədislərdə gəlib ki, Əuzu billahi minəşşeytanirracim deməkdir. Əməl ilə bunun əlacı isə yəni yerini dəyişməkdir. Yəni ayaq üstədürsən, ayaq üstə olmuşsansa oturursan, oturan vəziyyətdəsənsə uzanırsan və yaxud da dəstəmaz alırsan, dəstəmaz almaqda bu qəzəbin hərarətini söndürür. Hədisimiz Əs-Səbi Aşar 17-ci hədisdir. Hədis Əbu Ya'lə Şəddəd ibn Əvs radiyallahu anhdan rivayət olunur ki, Rasulullah sallallahu aleyhi və səlləm buyurmuşdur ki, İnna Allaha kətəbəl ihsənə alə kulli şey. Allah subhanahu ta'ala hər şeyə yaxşılıq etməyi vacib etmişdir. Burada kətəbə vacib mənasındadır. Fə-idə qataltum fə-əhsinu qitlən. Öldürdükdə gözəl surətdə öldürün. Və izə zəbəhtum fə-əhsinu əz-zibhə. Heyvanınızı da kəsdikdə gözəl surətdə kəsin. Və yuhiddə əhədukum şəfrətəkum. Yəni, qoy sizlərdən biriniz kəsdikdə bıçağını itiləsin. Və yurih əz-zəbihətəkum. Və heyvanı da, kəsdiyiniz heyvanı da rahat etsin. Burada öldürdükdə və kəsdikdə fərq odur ki, misal üçün var fərq odur ki, öldürən heyvanın halal olmadığıdır. Tutaq ki, quduz etdir və yaxud da ilanı öldürməkdir. Yəni, bunu zülm edərək öldürmək olmaz. Amma digəri isə halal heyvandır ki, yəni qoyundur, toyundur, kəsəndə, yəni iti, bıçaqla, yəni kəsmək lazımdır. Deməli, hədisdən çıxan faydalar, yaxşılığın hər şeyi əhatə eləməsi, şamil olması, sonra Peyğəmbərin sallallahu aleyhi və səlləm misal çəkmək kimi gözəl təlim üslubu, sonra faydalardan öldürülənlə yaxşı davranmağın vacibliyi, sonra faydalardan kəsilənlə gözəl şəkildə davranmaq, onu şəriətə uyğun kəsmək, bıçağı itiləmək, sonra faydalardan heyvanı sürətlə kəsərək ona əziyyət verməmək. Və hətta alimlər bundan fayda çıxardır ki, insan yəni, öz ailəsini belə ədəbləndirmək istəsə, gözəl şəkildə ədəbləndirməlidir. Yəni, əgər heyvanlar üçün bunu deyibsə, görün, yəni, insanlar üçün necə davranmalı. Və həmçinin bütün yəni, bu cür əmr vermək, belə əmrlərin sahibinin Allah olması.
İnşallah növbəti hədisimizə baxaq. 18-ci hədis Ət-Təmin Əşər. Hədisi bir neçə sahabə rivayet edib. Ən Əbu Zər, sonra Cündub ibn Cünadə və Əbu Abdurrahman, Muaz ibn Cəbəl, Rasulullah sallallahu aleyhi ve sellem'in belə bir rivayet eləmişdir. İttəqilləhə heythumə kuntə وَاتْبِعْ السَّيِّئَةَ الْحَسَنَةَ تَمْحُهَا. Deməli, harada olsan, Allahdan qorx. Pislik etdikdən sonra yaxşılıq et ki, onu silsin. Və xaliqin nəsə bi xuluqin həsənin. İnsanlarla gözəl əxlaqla davran. Və hədisi Tirmizi rivayet etmişdir. Deməli, hədisdə gəlir Allahdan qorx. Və burada qorx sözünün təqva kəlməsinə istifadə olunur. Təqva da yəni qorumaq. Nəyi qorumaq? Yəni Allahın əzabından qorumaq üçün bir qoruyucu götürür. Bu nə deməkdir? Bu isə onun əmrlərini yerinə yetirmək və qadağalarından çəkinməklə olur. Sonra gəlir harada olursan ol. Yəni heythum əl-kuntə. Yəni gizli və ya aşkar şəkildə evdə və ya bazarda, insanlar içində və ya təşkildə də olsan, yəni istənilən yerdə Allahdan qorxmaq lazımdır. Sonra hədisdə gəlir, pislik etdikdən sonra yaxşılıq et ki, onu silsin. Yəni yaxşılığın tövbə mənasındadır. Yəni həm tövbə, həmçinin də bənzər məqdir ki, sədəqə kimi yaxşılıqlar elə ki, o elədiyin günahlara kəffar olsun, yəni o günahları silsin. Sonra hədisdən faydalardan, yəni insan Allah olan ümidini kəsməsin. Əgər bir pis iş görübsə, bir günah iş görübsə, dərhal tövbə eləsin, yaxşı əməllər eləsin. Yəni hər bir halda nədir? Ümidini Allahdan kəsməsin. Sonra faydalardan Allahın qulları üzərində fəziləti, yəni Allah təala əlavə bilir ki, qulları üçün xeyirli bir qaydalar qoyması, xeyirli bir bir-birinə ünsiyyət bağlaması üçün yaxşı əməlləri əmr etməsi və həmçinin faydalardan insanlarla gözəl əxlaq çərçivəsində davranmağa təhrik etmək, təşviq etmək. Yaxşı, qardaşlar, indi keçək bu oxuduğumuz hədislərin qrammatik təhlilinə, ərəb dili bilənlər üçün. Deməli, 16-cı hədisə baxırıq. Əvsi fi'lun əmr. Yəni, fi'lun əmrin məbniyyun aləl hasbi harfi illə. Yəni, burada bildiyimiz kimi əmr fiili sonu cəzmli olur da. Misal üçün, sən deyirsən ki, idhəb. Burada bəs necə cəzmi göstəririk? Əgər illəlidirsə, bu zaman onun illəli hərfi düşür. İlləli hərfi hansıdır? Əlif, vav, yə. Aydındır. Bu da yəni əvsi. Əvsi, vəsiyyət sözdə vəsiyyət. Əvsi, yəni hərfi həsb olunur. Bunun yə isə, inşallah okunursa, vəl-fail müstətir vücuban təqdirihu əntə. Yəni, faili də vacib olur, yəni bizdən əntədir. Əl-yə, yəni buradakı yəni deyir. Damir, mütəkəllim, məbniyyün alə sukun, fi məhəllə nasb. Məfulun bihi. Aydındır. Bunun haqqında danışmadan. Yaxşı. Nun-u viqayədir. Qoruyucu nundur. Yəni, bu nun feillərə qoşulur. Feillə ismin arasına girir və feili kəsrədən nədir? Sanki qoruyur. Sanki yox qoruyur. Yəni, bu cəhətdən qoruyucudur. Sonra qalə təkrar arayın bu hər yəni keçmişdir. Təkrar olar.
لا ناهية تغضب فعل مضارع مجزوم وعلامة جزمه السكون. تردد الفاء حرف عطف. ردد ردد فعل ماض مبني على الفتح والفاعل ضمير مستتر جوازا تقديره هو. مرارا نائب ومفعول مطلق منصوب وعلامة نصبه الفتحة. ندم اشتغل نائب ومفعول مطلق مالك burada ردد فعل وزنده تفعيلا. تردد bunun da məsələnin olacaq tərdid. Sanki cümlə belədir ki, fəraddədə tərdidən mirarə. Aydındır. Bunun məsələri, yəni məful mutlaqda özü həsb olunur. Onun naib olaraq, yəni sifəti mirarən isə naib olaraq qalıb. Ona görə deyir ki, bu mirarən naib-i məful mutlaq. Aydındır. Yəni sual verilə bilər ki, bu niyə nasba düşür ki? Bunun amili nədir ki, nasba düşür? Və cavab olaraq deyir ki, bu məful mutlaqın natıdır, sifəti deyil və məful mutlaqın düşür. Yəni bu naib kimi qalır. Naib məful mutlaq mənsubu və əlamətə nəsbə əl-fəthə. Qalə lə təğdab. Doğru mütləmə səbəb bu təğdab kimi yaradılır. Və cümlətə lə təğdab fi məhəllə nəsb məqul bu. Yəni bu cümlətə, yəni ikilikdədir. Lə təğdab cümləsi hamısı ikisi də məqul qovlu olaraq nədir ki, məhəlli nasibdadır. Növbəti 14-cü əhsə baxaq. İnna Allaha, inna harfi tevkidin və nasbin, sonra bu aizələr ilmalıdır. Allah ismuha, yəni ismuha, yəni ismu inna. Hə qaydır buradan. Mənsubun və əlamətə nasbihi əl-fəthə. Kəsəbə fiil-i məadin. Bunu qardaşlar özünüz düzəldərsiniz burada xətaları. Kitabı çapılarsınızsa. Fiil-i məadin məbniyyən əl-fəthi vəl-fəal damir müstəqil cavazən təqdiruhu huva. Vəl-cümləti fi məhəlli raf xəbari innədir. Yəni bu kətəbə innənin xəbəri yerindədir. Fi məhəlli raf. Əl-ihsan məfulun bihi. Mənsubun və əlamətə nasbihi əl-fəthə. Burada ihsan bir məful bihi niyə kətəbə edir? على حرف جر كل اسم مجرور وعلامة جره الكسر وهو مضاف burada da dayanır sanki. Sonra vel cer mecrur yani bu ikisi mutaalliqan bi ketebe ile mutaalliq. Mudafun ileyh mecrur ve alamatul cerhi el kesr. Ve ize el fa istinafiye yani yeni bir cümle. İze edatu şart. Gayrı cazime. Yani cezmedici değil. Cezmediciler var. Cezmediciler var. Qataltum. Qatala fi'lu madin mebnun ala sukun liittisali bitta'il fa'il. فاء ضمير خطاب مبني على الضم في محل رفع فاعل والميم للجمع من فأحسن الفاء واقع هي جواب الشرط. جواب شرط قولان هذا فعل. sonra أحسن فعل أمر مبني على الحذف النون والواو ضمير متصل مبني على السكون. واو يعني burada واو değil. ضمير متصل مبني على السكون في محل رفع فاعل. يعني bu bir isimdir da yani fail. والجملة şartiye في محل جر بالإضافة. Yani şart cümlesi bu izafedir yani ideyle bir cümle mudaf-ı dahil ettir. Aydındır burada ide mudaf kimidir.
Bitlə məfulun bihi. Burada qardaşlar buna diqqət olun. Bitlə, zibhə. Yəni fi'lətin vəzni heyhəti bildirir, tərzi bildirir. Misal üçün, sən deyirsən cilsətə. Aydındır. Artıq onu məstər kimi yox, deyirsən oturmaq vəziyyəti. Cilsətə talibül elm. Elm tələbəsinin oturuşu. Ona görə fi'lətin vəznində, yəni buna diqqət edin. Bu heyhət bildirir. Deməli, bitlə məfulun bihi mənsubun və aləmətə nəsbihi əl-fəthən və idə zəbəqdə təxsini zibhən sonra bir rabıl cümləti səhvini onun üçün qabaq hükmü. İrab olur vav hərf atifdə li yuhəddə ləm li əmr hətta yaxudu fiyə və müdarim məcmun billəmin əmr və aləmətul cəzməhi sukundur və curra curra bilfəth لأجل التضعيف واليحد burada aslında ləm li yoxid olmalıydı qardaşlar. Bu əmr ləmidir. Sadəcə bildiyiniz kimi əmr ləmi vavdan, fədən, sünmədən sonra gələndə sukunlaşır. Aydındır. Li yoxiddə cərbədir və niyə bu li yoxdedi olmadı? Yoxdedi olmadı. Yəni o da elə icazəlidir, amma yəni bunu sən şey eləməsən, bu dəli idğam eləsən, yəni fəkkə eləməsən, idğam etdikdə artıq biz bunu mudaaf kimi götürürük və burada sonun əvəzinə fəthəni qoyuruq. Aydın fəthə ilə deyirik ki, vəl yuhudedi olmalıydı ya da ki, vəl yuhiddə. Aydındır. Vələ yuhidd eləyə bilmirik də. İki dənə yəni sukun gəlməsi problem yanadır deyənə. Onda bu yəni hənin cər olması yox. İnşallah ki, bu yəni onun üçün hurrika olacaq bu. Hurrika, yəni fəthə ilə hərəkələnib. Niyə? Liyəcli təzərif. Yəni şəddəli olduğu üçün, yəni təzərif əslində, yəni hərfin iki dəfə təkrarlandığına görə aydındır. Mən elə başa düşdüm, bu hənin hərəkəsini demək istəyir. Amma hurrikadır bu inşallah. Yəni niyə? Sukunla yox, yəni fəthə ilə təzərifə görə. Təzərif dedək ki, yəni iki dənə sukun əslində, yəni yanaşı gəlmək, yəni tələffüzə çətinlik olduğuna görə o iltiqeynə sakinindən qurtulmaq üçün belə bir üsluba əl atılır. Sonra أحدكم أحد فاعل مرفوع ولم ترفع الضمة وهو مضاف والكاف ضمير والكاف ضمير مبني على الضم في محل جر مضاف إليه والميم جمع باش يعني ميم sonra شفرته وليرح ذبيحته شفرة مفعول به منصوب وعلامة نصبه الفتح وهو مضاف والهاء ضمير مبني على الضم في محل جر بالإضافة واليرح sonra يراب ليحد kimi ذبيحة يراب شفرة kimi yani يراب dolu من اتق الله حيثما كنت hadisine bakalım. اتق فعل أمر مبني على الحذف حرف إلا والفاعل ضمير مستتر وجوبا تقديره أنت. Yəni burada da yenə riyəsi düşür. Nədən bilir riyəsi düşür? Misal üçün, sən əgər kəsrə
eşidirsənsə, bil ki, yə düşür. Fəthə olsaydı ittiqa, deməli əlif düşür. Aydındır. Əgər dammə eşitsəydin, deməli vav düşür. Yəni, buradakı hərəkələr bir iz bıraxır da ki, yəni hansı hərf düşür. Deməli, Allaha məfulun bihi mənsubun və ləmətəmasbihin əl-fəthən. Heythumə, ədətu şərt, cəzmə, tufidu əl-məkən, məkən ifadə edir. Şərtdir və cəzmədadır. Kuntə, kənə fiyəlu məudun, naqisun, yərfəl mübtədə və yansıbul xəbər. Yəni, mübtədən rafidir, xəbər nasbidir. Ətə, damir mütəkəllim, məbinin alınlarla fi məhəllə raf, ismu kənə. Tı, kənənin ismi. Vəl cümlətu fi məhəllə cəzmi ismi şərt. Yəni, bu cümlə hamısı şərt isminin heythumə kuntə aydındır. Harada olursan o şərtdə. Sonra cavab şərt gəlir. Cavab şərti və cavabuhu məhsuhun dəllə aleyhi mə qabləhu. Deməli, heythumə, burada bir cavab gəlir. Cavab şərtdəki nədir? Həsb olunur. Və yaxşı, cavab şərtinə qoyaq ora. Ki, məhsuhun dəllə aleyhi mə qabləhu. Yəni, cavab şərt gəlməliydi, bax, burada. Heythumə kuntə. Dayanıb da burada. Bundan sonra gəlməliydi də cavab şərt. Gəlməyib. Həsb olunur. Bəs nə qoyaq ora? Yəni, heythumə kuntə özü nəyə dəlalət edir? Baxın. Yəni, ondan əvvəl nə var idi? Təttəqillər. Yəni, o cümlənin siyasına baxırıq. Aydındır, heythumə kuntə. Quruluşuna baxırıq. Görürük ki, burada ittəqillər var. Yəni, özündən qabaqdakı cümlə bunun cavabı şərtinə dəlalət edir. Aydındır. Və sanki cümlə belə olmuş. İttəqilləhə heythumə kuntə. Deyib ki, heythumə kuntə əttəqillə. Aydındır, o cümlə belə olur. Sanki cümlə belədir. Nədən bildi belədir? Dəlalət edir özündən qabaqki. Aydındır. Vəl-vav hərf var. Bu vardır. Və ətbi əsriyyətən həsənətə təmpuhə. Ətbi fiilun əmr məbniyun aləl-sukun xurrikə bil-kəsrə. Bu mətləndəki laf adamı yolu. Xurrikə bil-kəsrə li-iltiqəy səkinin, yəni niyə hərəkəli olub? Və ətbi'i, yəni və ətbi' olmalıydı da. Və ətbi'i əsriyyətə. Çünki 2 dənə sukun gəldikdə ya kəsrəli eləməsən sukunu, ya fəthəli eləməsən, ya damməli eləməsən, nə vaxt fəth olur, nə vaxt damm olur, onun da qaydası var. Vəl-fəil damir müstətir vücuban təqdiruhu əntə. Əs-seyyə məful bihi əvvəl. Mənsubun və aləmətə nasbihi əl-fəthə. Əl-həsənə. Məfulu fəil, ikinci məfuldur. Mənsubun və aləmətə nasbihi əl-fəthə. Tempuhə. Fiilu mudari məczumun lənnəhu cavabı tələb. Yaxşı, bu niyə cəzm olundu? Bəli. Vətbiə seyyə. Bu birinci məful. Əl-həsənə. Bu ikinci məful. Təmhu hə.
deməli, mudari feilini cəzm edən bir ədat olmalıdır. Əgər ədat yoxdursa, tələb cümləsi ki var, tutaq ki, əmr feili ilə gəlir, bu zaman cavab-ı şərt kimi, sanki cavab-ı şərtdir, o tələbin cavabı cəzm halında olur. Və burada da təmhə nədir? Və ətbiə görə, burada əmrlə başlayıb, o cəhətdən də nədir? Cəzmə düşür. Elə bir ki, deyirsən ki, İdhəb ədhəb, get, mən də gedim. Aydındır. Və yaxşı, bunun cəzmə düşübsə, bu feilin bəs sukunu hanı? Yəni, bu illəli feil olduğuna görə məhə feilidir. Də'a kimi. Məhə. Məhə yəmhu, təmhu. Ona görə biz bunu necə irab edirik? Feil mudari'un məczumun. Lənəhu cavab-ı tələb və aləmətu cəzmihi həsbu harfi illə. Burada da hansı hərf düşüb? Yəni illəsi vav düşüb. Nədən bildir? Çünki orada damməlidir. Dammə ilə sanki xəbər verir. Sonra vav gəlir hərf-i atfın xaliq hərf-i atfında dayanır. Xaliq fiil-i əmrdə məbni alə sukun. Və xaliq olmalıdır. Sadəcə bu iltiqə səhvinə görə kəsrəli olur. والفاعل ضمير مستتر وجوبا تقديره أنت النصب مفعول به منصوب وعلامة نصبه الفتحة ظاهرة على آخره. بخلق الباء حرف جر حرف جرdir. Yazılmalıdır. Xuluq ismi məcrur və aləmətul cərri kəsrə. Bu edir. Xaliqin nəs və xuluqin həsəni. Həsən sifət-i məcrur nəyə sifətidir? Xuluqun sifətidir. Və cümlətü sifət və məfsuq, yəni bu ikisi bir yerdə fi məhəlli nasb. Niyə? Həl. Nasbıdır, haldır. Ey xaliqin nəsə mütəamilən məğhum bi ihsani. Yəni haldır. Yəni bu cür ihsan halında mütəamil nədir? Muamilə edilir. Burada sahibi halda deməli halda bir bunu əmr feyli hanım. Yəni xaliq içindəki nədir? Əntədir. Oradan bir müstətir ki var. Həmin, yəni əntədir. Burada var xaliqin nəsə, burada yəni əntədir. Yəni çünki hal varsa sahibi hal olmalıdır. Sonra burada fayda var. Qovluhu yəni xaliq sözündə hədihi siğə və dəl alə əmr. Yəni bu quruluş əmrə dəlalət edir. O da nə deməkdir? Bir müdavamətli təamül məənnəs bi əxləqil həsənə. Yəni insanlarla əxlaqlı olaraq davamiyyətli muamilə etmək, davranmaq mənasını verir. Bitdi, əlhamdülillah. Yaxşı, inşallah gələn dəfə davam edərik. Subhanək Allahumma və bihamdik, əşhədu an la ilahə illə əntə, əstəğfiruka.